Salam, hər vaxtınız xeyir olsun. İnşallah ki, hər biriniz yaxşı olarsınız. Bu günlər biz fizika 7-ci sinif yeni dərsliyindən ötmələrdə dəqiq mövzusunda öyrəndiklərinizi tətbiq edin, öyrəndiklərinizi yoxlayın, tapşırıqlarının izahına baxacağıq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda deyir ki, mayenin həcmini birinci menzurka ilə ölçdükdən sonra o ikinci menzurkaya boşaltılır. A'da deyir ki, menzurkaların xətalarını müəyyən edin. Gəlin baxaq biz birinci menzurkaya. Birinci menzurkada menzurkanın göstəricisini birinci baxaq ki, bu mayenin həcmi nə qədərmiş də. Mayenin həcmi bax buralarda bir yerdədir. Bax buradadır. Aha. Biz tapmalıyıq ki, o göstərici nəyə bərabər? Birinci biz gəlin bir bölgünün qiymətini tapaq. Bilirəm, 20-dən yuxarıdadır, amma neçədir? Bir bölgünün qiymətini tapanda biz necə tapırdıq? 2 dənə nöqtə götürürdük. Məsələn, 20-dən 10. 20-dən 10-u götürürdük. 20-dən 10-u çıxırdıq. 20-dən 10'u çıxırdıq, bölürdük onlar arasındakı bölgələrin sayını. Bunlar arasındakı bölgələrin sayını gəlin sayaq. Siz bunu biraz yaxınlaşdıraq. Sizin üçün də aydın görünsün. Bunlar arasındakı, demək ki, 10 ilə 20'nin arasındakı bölgələrin sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə bölgə olmuş oldu. Yəni, aradakı boşluqların sayını sayırsız həmişə. Böləcəm nəyə? Bölgələrin sayını. O da bərabər edəcək neçə? 20-dən 10 çıxsam 10, onu da ona bölsəm 1. Demək ki, mənim bir bölgümün göstəricisi nə qədərmiş? 1 millilitrmiş. Çünki burada millilitrinə verim. Bir bölgümün qiyməti 1 millilitrdirsə, onda mən xətanı tapanda nə edirdim? Xətanı tapanda bir bölgünün qiymətini yarıya bölürdüm. Yəni, bu 1-i nə edəcəm? 2'ye böləcəm. 1 də 2'ye böləndə neçə eləyir? 0,5 millilitr eləyir. Demək ki, birinci menzurkamın xətası nəyə bərabər imiş? 0,5 millilitrə bərabər imiş. Gedək ikinci menzurkanın xətasını hesablayaq. İkinci menzurkanın xətasını hesablayanda yenə bir bölgüsünün qiymətini tapmalıyam. Yəni 20 ilə onu götürürəm. 20-dən çıxıram onu. 20-dən çıxıram onu. Bölürəm arasındakı bölgülərin sayını. Bölgülərin sayı 1, 2. 2 dənə cəmi. 20-dən 10 çıxdım. 10'u da 2'ye böləndə 5. Demək ki, bunun göstəricisi bir bölgüsünün qiyməti nəyə bərabərmiş? 5 millilitrə bərabərmiş. Bəs indi cihazın xətasını tapmaq istəsəm, yəni ikinci menzurkanın xətasını tapmaq istəsəm, onda 5'i nə etməliyəm? 2'ye bölməliyəm. O da deyəcək 2,5 millilitr. Demək ki, ikinci menzurkanın göstəricisi xətası nəyə bərabərmiş? 2,5 millilitrə bərabərmiş. Bir bölgünün qiymətini tapmaq artıq məncə əzbərləməliyik. Yəni, bundan əvvəlki tapşırıqlarda da buna aid nə qədər suallar işləmişdik. Yəni, 2 dənə nöqtəni götürürsünüz. İstəyirsən 30-dan 10'u götür, fərqi yoxdur. İstəyirsən 40-dan 10'u götür, fərqi yoxdur. 40-dan 10'u çıx, onlar arasında bölgü nə qədərdirsə, ona böl, pisi. Xətanı da tapmaq istəyirsənsə, bir bölgünün qiymətini tap, yarıya böl, pisi. İndi, bizə deyir ki, həcmini müəyyən edin. Həcmini müəyyən etmək üçün bunları bildik ki, bunun göstəricisi bir bölgüsünün qiyməti 0,5'e bərabərdir. Daha doğrusu 1'e bərabər idi. Xətası 0,5'e bərabərdir. Onda mənim bir bölgümün qiyməti 1 millilitrdirsə, onda mən rahatlıqla buranı təyin edə bilərəm də. Buradakı mənim menzurkamın həcmi nəyə bərabərmiş? Dedik ki, burada düz deyil. Bu hissədə idi. Aha. Burada deməli 20, 21, 22, 23, 24. 24 millilitrə bərabər olmuş olacaq. Demək ki, mənim həcmim nəyə bərabərmiş? 24 millilitrə bərabər imiş. İndi görək 3-cü sualda nə deyir? Deyir ki, mayenin həcmi müəyyəndir, 24 millilitrdir. Bir də 3-cü sualda deyir ki, hansı menzurka ilə ölçməni daha dəqiq aparmaq olar? Cavabınızı əsaslandırın. Siz buradan aydın görürsünüz ki, bu menzurkalara bir dənə baxaq. Birinci menzurkaya baxaq, bir də ikinci menzurkaya baxaq. İkinci menzurkada baxın, göstərici buradadır, buradadır. Amma bölgü yoxdur ki, orada deyəsən ki, məsələn, bunun göstəricisi bu qədər bərabər. Sən burada sadəcə təxmin edə bilərsən ki, ikinci menzurkada 20-dən böyükdür, amma 25'dən də aşağıdadır. Çünki bu yarıda axı. 25'dən də biraz aşağıda. Onda təqribən 24-23 falan ola bilər də. Yəni bu təqribi deyə bilərsən ki, nə qədər bərabərdir. Amma birinci menzurkada konkret olaraq demək olur ki, bu cismin həcmi, yəni mayenin həcmi nəyə bərabərmiş elə? 24 millilitrə bərabərmiş. Yəni birincidə onsuz da daha aydın olur ki, yəni daha dəqiq aparmaq olur da ölçməli ki, bu 24 millilitr. Amma ikincidə bunu daha dəqiq aparmaq olmur. Belə də izah edə bilərsiniz ya da deyə bilərsiniz ki, mənim birinci menzurkamın xətası 0,5 millilitrdir. İkinci menzurkamın xətası isə 2,5 millilitrdir. Təbii ki, xəta nədir? Səhvdə elə bir səhv aparmaqdır. Xəta eləmək, səhv eləmək demək kimi bir şeydir. Mən burada görürüm ki, mənim ikinci menzurkamda səhv daha çoxdur. Yəni 2,5 millilitr xəta var. Amma bu birisində nə qədər var? 0,5 millilitr xəta var. Yəni bu 0,5 millilitr xəta eləyən daha dəqiq mən nə edə bilərəm? Ölçmə apara bilərəm. Ya belə fizik baxımından deyə biləriz, ya da ki, onsuz da şəkildən də aydın görünür ki, elə birinci menzurka ilə daha dəqiq nə eləmək olur? Ölçmə aparmaq olur.
Gəldik öyrəndiklərinizi yoxlayına. Birinci sualda deyir ki, şəkildə voltmetr təsvir olunub. Bu cihazın bir bölgüsünün qiymətini müəyyən edin. Bir bölgüsünün qiymətini. Yenə bir bölgünün qiymətini tapmaq istəyirəmsə, 1 ilə 0 götürərəm. 2 ilə 1-i də götürə bilərsiniz, fərqi yoxdur. Sizə 5 ilə 0 götürür, yenə fərqi yoxdur. 1-dən çıxarsan 0-ı, bölərsən onlar arasındakı bölgülərin sayını. Bunun arasındakı bölgülərin sayı 1 boşluq, 2 boşluq. Demək ki, nəyə bərabərdir? 2-yə bərabərdir. 1-dən 0-ı çıxsam 1, 1-i də 2-yə bölsəm 0,5 volt eləmiş olacaq. Demək ki, mənim bir bölgümün qiyməti nəyə bərabər imiş? 0,5-ə volta bərabər imiş. Ölçmə həddini müəyyən edin. Ölçmə həddi gördüyünüz kimi 5 Newtona. 5 Newton'da 5 volt ölçür. Yəni ölçmə həddi cihaz hara qədər ölçə bilirsə, ora qədərdir. Maksimum 5 qədər ölçə bilirsə, 5 voltsa, demək ölçmə həddi neymiş elə? 5 volt imiş. Xətanı hesablayın deyir. Cihazın xətasını hesablamaq üçün bir bölgünün qiymətini nə edirdik? Yarıya bölürdük. Bir bölgümüzün qiyməti 0,5-dirsə, onda mən 0,5-i bölərəm 2-yə, o da eləyər 0,25 volt. 0,25 imiş mənim nəyim? Xəta. Sonra gəldik ikinci suala. İkinci sualda deyir ki, kitabın vərəqinin qalınlığını xəttkeşlə ölçmək olarmı? Vərəqin qalınlığını müəyyən etmək üçün hansı üsul təklif edərdiniz? Birinci biz bir dənə kitabı gözləyik. Yanımızda yəqin ki, kitablar olmasa belə kitab hamımız görürük, hər gün kitab görürük. O kitabı gözünüzün önünə gətirin. O kitabın vərəqlərin sizcə qalınlığını xəttkeşlə ölçmək olar? Təbii ki də ölçmək olmaz. Axı çox nazikdir. Yəni o mən xəttkeşin elə bir bölgüsü var ki, onu ölçə bilsin. Yəni yoxdur. Xəttkeş 1 sm-dən başlayar. Yəni nəsə də, yəni onu xəttkeşlə sən ölçə bilməzsən. Bəs başqa necə ölçə bilərsən onun qalınlığını? Məsələn, kitabı götürərsən, bütün səhifələrinə, yəni kitabın özünün qalınlığını ölçmək olar. Məsələn, atıram 100 səhifəli bir kitabdırsa, onun müəyyən bir qalınlığı olacaq da, o qalınlığı götürərsən, xəttkeşlə ölçərsən. Ölçdün. Ondan sonra nə edəcəksən? Ondan sonra qalınlığı ölçəndən sonra, məsələn, atıram 5 sm, onun kitabın ümumi qalınlığıdır. 5 sm-dir. 5 sm-dirsə, onda mən bunu bölərəm. Kitabın səhifələrinin sayına. Məsələn, 100 səhifəlik bir kitabım var. 5-i bölərəm 100-ə. Deyərəm ki, bunun qalınlığı nəyə bərabər imiş? 0,5 sm-ə bərabər imiş. Yəni, hər səhifənin qalınlığı nə qədərdir? 0,5 sm-dir. Bu, eynən cihazın bir bölgüsünün qiymətini tapmaq üçün bir şeydir. Cihazın bir bölgüsünün qiymətini tapanda biz 2 dənə nöqtə götürürdük. Məsələn, 3-dən 2-ni götürürdük. 3-dən 2-ni çıxırdıq, bölürdük onlar arasındakı bölgülərin sayına. Bu da onun üçün bir şeydir. Ümumi ölçürsən, ümumi ölçürük bu nə qədərdir, ümumi qalınlığım nə qədərdir. Sonra bölürəm, bir səhifəni tapmaq istəyirəmsə, onda hər səhifəyə düşəni tapmaq lazımdır da. Ümumini bölərəm səhifələrin sayına, görürəm ki, ona nə qədər düşür? 0,5 sm məsələn düşür. Yəni siz bunu belə rahatlıqla təyin edə bilərsiniz. Belə inşallah ki, gələn video izləyicilərdə görüşərik. Sağ olun.